Xoş gördük əziz dinləyicilər. Bilirsiniz, bir neçə gündür dünya mətbuatında, əsasən də CNN telekanalında gedən məqalə həm Azərbaycan ictimaiyyətində, həm də kifayət qədər mətbuatda izlənilir və münasibət bildirilir. CNN bilirsiniz belə bir məlumat yayıb ki, məsələn İran, İsrail, Amerika müharibəsində məsələn İsrail tərəfi Azərbaycanda xüsusi kəşfiyyat dəstələri yerləşdirib, Azərbaycan onlara logistik dəstək verib, Azərbaycan onların xüsusi qoşunların Azərbaycanın cənubunda yerləşdirilməsinə şərait yaradıb. Əlbəttə, bu məlumatlar bir neçə dəfə belə olub ki, CNN tərəfindən yayılıb və İsrail mətbuatında da buna bənzər mövzular gedib indiyənə qədər. Onu deyə bilərəm ki, əlbəttə, bugün rəsmi Bakı bəyanat verib ki, belə bir məsələ doğru deyil. Azərbaycan öz ərazisindən hər hansı bir dövlətə qarşı nə kəşfiyyat, nə hərbi mənada istifadə edilməsinə şərait yaratmır. Əlbəttə, biz rəsmi Bakının dediklərinə inanmalıyıq. Bütün dünya üçün verilən mesaj budur, rəsmi Bakının mesajıdır. Amma biz Azərbaycan xalqı olaraq, biz siyasi şərhçi olaraq bunu əlbəttə ki, müzakirə edə bilərik ürəyimiz istədiyi formada. Mənim düşüncələrim ondan ibarətdir ki, bu indi belə deyil. Azərbaycan çoxdandır ki, İsraillə kifayət qədər isti münasibətlərə malikdir. İstər ordu, istər təhlükəsizlik baxımından, istər kiber cinayətkarlıq baxımından biz İsraillə ciddi münasibətlər qurmuşuq və İsraildən də ciddi silahlar almışıq. Mənim zərrə qədər şübhəm yoxdur ki, əlbəttə ki, Azərbaycan İsrailə, Azərbaycan ərazisindən logistik imkanlar yaradar, təhlükəsizlik baxımından imkanlar da yarada bilər və düşünürəm ki, doğru da edir. Çünki Azərbaycan İrana humanitar yardım göndərdikdə, onlar Ermənistana yardım göndərirdilər, onlar Ermənistana silah verirdilər. Azərbaycana 1992-ci ildə bir dəfə yardım veriblər deyə, veriblər ya verməyiblər, 30 ildən çoxdur bunu deyirlər, amma hər kəs bilir ki, artıq İranın Azərbaycana qarşı mövqeyi necədir, Ermənistana mövqeyi necədir və Azərbaycan da bu baxımdan əlbəttə dostlarının yanında, müttəfiqlərinin yanında, istər 1-ci Qarabağ müharibəsində, istər 2-ci Qarabağ müharibəsində daim onun yanında olan müttəfiqi İsrailə dəstək verəcək və mən düşünürəm ki, verməkdə də haqlıdır. Logistik imkanlar yaratmaqda haqlıdır. Çünki Azərbaycan İranın yeganə qonşusudur ki, istər iqtisadi, istər logistik mərkəz etibarilə ən doğru, ən yaxın, yəni İranın paytaxtına ən yaxın yerdə yerləşir. İmkanları, texniki imkanları da, hərbi imkanları da, təhlükəsizlik və radar imkanları da kifayət qədər güclüdür və bu ərazi İsrail üçün öz müttəfiqinin ərazisində işləməyə şərait yaradır. Mən düşünürəm ki, bunu Azərbaycan həmişə İsrail üçün edir və etməkdə də düşünürəm ki, heç bir qəbahət yoxdur. Amma əlbəttə biz istəmirik ki, Azərbaycan İranda olan müharibəyə qarışsın. Biz heç bir regionda, istər İranın, istər Turanın, heç kəsin müharibəsinə qarışmaq istəmirik. Biz bu müharibədə iştirak etmək istəmirik. Heç vaxtda iştirak edən tərəflərdən biri olmamalıyıq. Əvvəl kim kimi qırır, kim kimi öldürür, özləri birər bu günləri İran hakimiyyəti məhv olunmağa layiqdir. İran hakimiyyəti ilə kimlər düşmənçilik edir, etsin. Biz isə əlbəttə Azərbaycan hökumətinin bu barədə apardığı siyasət tamamilə doğrudur və mən düşünürəm ki, bu müharibədə biz yaxından, uzaqdan iştirak etməməliyik. Əlbəttə rəsmi açıqlama da elə bu formada olmalıdır və doğru da açıqlamadır. Təşəkkür edirəm.